Xaqan Film Kinostudiyası təqdim edir. Vətən ətirli oğullar. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük vətən müharibəsində igid oğullarımız Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi altında zəfər səlnaməsi yazdılar. 30 il düşmənin soyuq nəzərləri altında sıxılan torpaqlarımız işğaldan azad olundu. İkinci Qarabağ müharibəsi haqqında danışarkən ilk növbədə əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Onların canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpaqlarımızdan qovduq, bütün azad edilmiş torpaqlarda Azərbaycan bayrağını ucaltdıq, tarixi ədaləti bərpa etdik və milli qürurumuzu bərpa etdik. Eşq olsun Azərbaycan ordusuna, Qarabağ Azərbaycandır! Şərəf tarixini yaradanlar arasında Kəlbəcər rayonundan olan igid oğullarımız da vardı. Şəhid Saməddin Şamiloğlu Əmrahov. Əmrahov Saməddin Şamiloğlu 02 oktyabr 1978-ci ildə Kəlbəcər şəhərində anadan olub. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Əmrahovlar ailəsi Oğuz rayonunun Calud kəndində yaşamaya başlayıblar. 1996-cı ildə Calud kənd tam orta məktəbin 11-ci sinifini bitirib. Həmin ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini müvəffəqiyyətlə bitirəndən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Saməddingilin anası rəhmətə gedəndə Saməddingil körpə olub. Mən orta məktəb qutarandan sonra yəni gəlib xala kimi, yəni boynuma düşənlərdə onu saxlamışam onları. Kəlbəcərdən də gəldik, yəni məktəbi qutardıq. Sonra əskəriyə getdi, gəldi, ailə qurduq. Çox gözəl insan idi. Çox belə şən idi, ailəcanlı idi, mehriban idi. Yəni birdən elə xəyal eləyirəm, deyirəm ki, elə bir anlıq özümü unuduram. Elə bilirəm işlədi, elə bilirəm ki, yenə də gələcəkdi. Elə deyirdi ki, evimiz olsun, evimiz olsun, evimizi tikdik. 51 gün yatdı bu evdə. Bütün arzularımız ürəyimizdə qaldı. Azərbaycan ordusunun kiçik çavuşu olan Saməddin Əmrahov 2020-ci il sentyabr 27-sində Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. 27-si səhər işitdik, müharibə başlayıb. Bu da Murovdaydı. Tez-tez zəng elədik, zəng çatmırdı. 27-sindən düz 28-i, 29-u Xırda qardaşına zəng elədi gecə. Ki, narahat olmayın, yaxşılıqdır, hər şey narahat olmayın. Yenə mən özüm nə vaxt zəng eləsəm, onda sizlə danışa bilərəm da. Yəni siz zəng eləməyin. Son dəfə də qapıdan çıxanda elə çöldə həmişə elə bir hərbi formada mənə müraciət edir yoldaş Əmrahova. Sən hər şey eləyirsən, çünki evin yükü üstümdə idi, uşaqlar, ev işi. Dedim, Saməddin, demək elə, sənə çox ehtiyacımız var, dedi, yox. Mənə o qədər də ehtiyacın yoxdur, sən möhkəm qadınsan. Atam məni çağıracaq, mən ona can deyim, ana vətənimiz, aya bacın deyim. Gördü bizə Gəncədən xəbər gəldi ki, yəni Saməddin şəhid olubdu. Qalıblar orada, yəni çıxartmaq olmayıbdı. Hazır idim, yəni 2 uşaq müharibədə idi. Bilirdik ki, nəsə bir xəbər olmalıdır. Müharibədir. Mən şəhid qızıyam, şəhid övladı, vətən keşikçisi, yurdun sirdaşı. Dünyanın özündən 1000 qat ağırdır, anamın gözündən axan göz yaşı. Mən şəhid qızıyam, adım Hülyadır, bu vətən atamın yadigarıdır.
Gözün aydın olsun ey doğma diyar, atam qəlbənin xilaskardır. Saməddin Əmrahov oktyabrın 4-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Oğuz rayonunun Calud kənd qəbirstanlığında dəfn edilib. Vətən uğrunda və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilib. Azərbaycan tarixinə 44 günlük zəfər savaşını onlar yazdılar. Bu torpaqları vətən eləyən oğullar. Onlar özləri yaratdıkları tarixin vətən ətirli oğullarına çevrildilər. Qələbə, zəfər tarixini yazanlar da, yaşadanlar da onlar oldu. Vətən müharibəsinin hər günü bizi addım-addım qələbəyə çatdırdı. Bu torpaqlar qəhrəmanlarımızın sayəsində əsl sahibinə, bizlərə qayıtdı. Torpağı, vətəni yaşadanları yaşatmaqsa bizlərin borcudur. Qarabağ Azərbaycandır. Həyat belədir ki, bunun əvvəli də var, sonu da var. Heç kim əbədi həyatda qalmır. Amma şəhid olmaq bu xalq qarşısında, tarix qarşısında və gələcək nəsillər qarşısında böyük xidmətdir.